Değerli YouTube kanalımızın izləyiciləri, növbəti bir mənzildə hamınızı salamlayıram. Bugün Yasamal rayonu Yeni Yasamal qəsəbəsinin düz mərkəzində Dadaş Bünyazədə küçəsində burada 9 mərtəbəli köhnə tikili sırf Leningrad layihəli bir binadayıq. Tam yol kənarı 9 mərtəbəli Leningrad layihəli binanın 7-ci mərtəbəsində orta blokunda qanuni 3 otaq, yer çəkər, yeni təmir olmuş, təmirdən sonra yaşayış olmayan bir mənzildəyik. Mənzilin sənədi kupçadır. Ümumi sahəsi 75 kvadrat metrdir. Sənədlər tam qaydasındadır. Dövlət ipotekasına tam yararlı bir mənzildir. Mənzilə yaxından sizi tanış edəcəm. Yəni Leningrad proyektdir. Proyekt necəsə o şəkildə saxlanılıb. Baxın, mənzilə baxdıqda aydın şəkildə görəcəksiniz. Çox gözəl bir proyekti var bu Leningrad proyektlərinin. Kiyevə və digər proyektlərə nisbətən kifayət qədər geniş sahəyə malik olur. Giriş qapısı qapıdan daxil olduqda belə bir dəhliz hissə bizi qarşılayır. Orada mənzilin qonaq otağı, əsas yataq otağı, kiçik yataq otağı yerləşir və kiçik yataq otağından həmçinin əsas yataq otağından eyvana çıxış hissələri var. Qonaq otağına və mətbəxdən də eyvana çıxış olub. Sadəcə o eyvan hissələr mənzilə qatılıb. Onsa digər tərəfdə kifayət qədər geniş sahəyə malik bir eyvan hissə var. Mən belə edim, sağdan sola doğru olaraq mənzili sizlərə təqdim edəcəm. Burada ilk öncə sağda kiçik yataq otağı yerləşir. Baxın, belə bir yataq otağı var. Baxın, bu şəkildədir. Döşəmədə laminatdan istifadə olunub. Təzə qapılar qoyulub, ağ qapılar, ağ aboylar və çılçıralar, pərdələr tam şəkildə yerləşdirilib. Qaz su işıq var. Sənəd kupçadır qeyd etdiyim kimi. Burada böyük yataq otağı yerləşir. Baxın, bu şəkildədir böyük yataq otağı. Mənzil orta mənzildir. Həm şərq istiqamətinə, həm qərb istiqamətinə baxır. Səhər gün çıxanda mətbəx və qonaq otağına, axşam gün batanda isə yataq otaqlarına düşür. Baxın, belə bir gözəl eyvan hissə də var. Baxın, bu şəkildə həm açıq eyvanı var. Baxın, bu şəkildədir. Gün batan istiqamətindədir. Qarşısı açıqdır. 9 mərtəbəli binanın 7-ci mərtəbəsindədir. Orta blokdur. Orta bloka düşür. Keçək digər hissələrlə də tanış olaq. Qanuni 3 otaqdır, qeyd edim. Burada mənzilin zalı, qonaq otağı yerləşir. Baxın, bu şəkildə qonaq otağı var. Az öncə dediyim kimi bu tərəfdəki eyvanlar mənzilə qatılıb, digər tərəfdəki eyvanlar isə qalıb. İstilik sistemi kombidir, fərdi istilik sistemidir. Kombi istilik sistemi təsis olunur. Mənzil qızır, hal-hazırda yəni ev istidir, düzdür. Kombi qoşulmayıb, amma ev istidir. Orta ev olduğu üçün ev istidir. Burada hamam tualet hissəsi yerləşir. Baxın, hamam tualet də təmirlidir. Lazım olan aksesuarlarla da təmin olunub. Bu şəkildədir. Baxın, çox gözəl, geniş bir, elə bil ki, yeni tikili bir binadır və yeni tikili binaların təmirinə oxşayır. Burada isə mənzilin mətbəx hissəsi var. Bax, mətbəx hissəsidir. Mətbəx mebeli quraşdırılmayıb. Alıcı öz cibinə vəsaitinə uyğun şəkildə quraşdıracaq. Burada da eyvan olub, eyvan qatılıb. Və burada isə mənzilin kombi hissəsi yerləşib. Buradan da qəşəng mebeli yığdıra bilərsiniz. Baxın, bu şəkildə gözəl bir mətbəx hissəniz olar. İndi isə mənzil haqqında ümumi məlumatı qeyd edəcəm sizə. Mənzilimiz Yasamal rayonu Yeni Yasamal qəsəbəsinin düz mərkəzində, Dadaş Bünyazədə küçəsində, tam yol kənarı 9 mərtəbəli Leningrad layihəli binanın 7-ci mərtəbəsində qanuni 3 otaqlı kupçalı bir mənzili sizlərə təqdim elədim. Qiyməti 195.000 manatdır. Real alıcıya endirim olunacaq. Açar bizdədir. Gün ərzində mənzilə əyani şəkildə baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə və mənzildə görüşənədək.